2025-ci ilin dekabr ayından etibarən biz artıq başladıq İnklüziv İnkişaf Platforması layihəsini icra etməyə. Layihə müxtəlif mərhələlərdən ibarətdir. Belə ki, seçilmiş 30 nəfər müxtəlif kateqoriyalar üzrə əlilliyi olan şəxslərin iştirakı təmin olundu. Biz şəxslərlə 9 təlim olmaqla şəbəkələşmə görüşlərində daxil olduğu bir prosesi başlatdıq artıq. Təlimlər müddətində problemin həlli, sual vermə bacarığı, adaptasiya, komanda ilə işləmək kimi müxtəlif mövzular üzrə müxtəlif ekspertlər tərəfindən təlimlər təşkil edildi. Nəticə etibarilə bugün layihənin yekun mərhələsi olan İnklüziv Karyera Forumunu Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin dəstəyi ilə həyata keçiririk. Belə ki, forumda peşəkar bərabərlik prinsipi əsasında məşğulluğun genişləndirilməsi mövzusu müxtəlif spikerlərimiz tərəfindən müzakirə olunacaqdır. Səhv xatırlamıramsa, platformadan qeydiyyatdan keçməyə artıq saatlar qalmışdı. Ancaq mən buna inanırdım ki, buradan qeydiyyatdan keçəndən sonra artıq təlimlərdə iştirak edəcəm və bu inanım özünü doğrultdu. Təlimlərin əsas xüsusiyyətləri ondan ibarət idi ki, burada təlimçilər əsasən nəzəri biliklərdən çox praktik xüsusiyyətlərə üstünlük verirdilər. Əsasən təlimlərin xüsusiyyətinə şəbəkələşmə, aktiv iş imkanlarında öyrənilən biliklərin necə istifadə olunması, effektiv ünsiyyət modellərindən ibarət idi. Hazırda təlimdən öyrəndiyim bütün xüsusiyyətləri demək olar ki, hazırda aktiv iş fəaliyyətində aktiv şəkildə iştirak edirəm, istifadə edirəm.